Which sentences can be changed into the passive voice? Hansı cümlələr məchul növə dəyişə bilir? Məchul növə dəyişə bilən cümlə mütləq ki, tamamlığı olan cümlələr olmalıdır. Birincidə he sleeps for 8 hours every night. O hər gecə 8 saat yatır. Bizim sleep feilimizdən sonra tamamlıq yoxdur. Burada sadəcə neçə saat yatdığını ifadə edir. Tamamlıq olmadığı üçün bu cümlə məchula dəyişə bilməz. The manager will review the report tomorrow. Menecer sabah məruzəni belə deyək, nəzərdən keçirib bildirəcək. Burada diqqət etsək, reviewdan sonra gələn report bizim tamamlığımızdır və tamamlıq olduğu üçün bu cümləni məchula dəyişə bilərik. They have organized a conference this month və diqqət etsək, organize təşkil etmək feilindən sonra conference isimimiz gəlib və tamamlıq funksiyasını icra etdiyi üçün üçüncü cümlədə məchula dəyişə bilirik. Dördüncüdə some participants arrived late at the meeting. Bəzi iştirakçılar iclasa gec gəldi. Arrive feili ümumiyyətlə təsirsiz feildir və tamamlıqla istifadə olunmadığı üçün bu cümlədə də məchul növə dəyişimi ola bilməyəcək. Doğru cavabımız 2-3D variantı götürülür.